Daim tarix test toplusu və mövzu üçün testlərin izahına baxaq. Azərbaycan eradan əvvəl 7-ci və 4-cü əsrlərdə mövzunun başlığı belədir. Və birinci testdə deyilir, kiçik Midiya adlanan ərazini xəritədə müəyyən edin. Bildiyimiz kimi Midiya İranın mərkəzində yaranmış bir dövlət idi. Böyük Midiya ərazisi elə İranın mərkəz hissəsini əhatə edirdi və kiçik Midiya isə Cənubi Azərbaycan ərazilərini əhatə etdiyi üçün düzgün cavabımız burada Urmiya gölünün cənub-şərqində işarə olunmuş, birlə işarə olunmuş ərazi A variantı düzgün cavabımızdır. Midiyada İskit ağalığının başa çatmasından neçə il sonra Midiyanın sonuncu hökmdarı hakimiyyətə gəldi. Midiyada İskit ağalığı başa çatmışdı eradan əvvəl 625-ci ildə. Və sonuncu Midiya hökmdarı Astiaq olmuşdu. Astiaq hakimiyyətə gəlmişdi 585-ci ildə. Və biz çıxanda düzgün cavabımız nə olunur? 5-dən 5 çıxırıq 0 və 12-dən 8 çıxanda 4 qalır. Düzgün cavabımız 40 il D variantı. Eyni ildə süqut edən dövlətlər hansılardır? Baxaq, eyni ildə süqut edən dövlətlər Manna, Urartu və İskit padşahlığı olmuşdu. Hər üçü eradan əvvəl 590-cı ildə Midiya tərəfindən süquta uğradılmışdı. Uyğunluq gözlənilməmişdir. Bizdən yanlış variantı soruşur burada. Midiya dövlətini süquta uğratmışdır. Əhəmənilər dövləti. Elə düzgün cavabımız bu olacaq. Çünki Midiyanı süquta uğradan 2-ci Kir olmuşdu. O Əhəməni nəslindən idi, Fars şahzadəsi idi. Amma biz deyə bilmərik ki, o dövlət idi. Çünki Midiyanı süquta uğradan 2-ci Kir yerində öz dövlətini, Əhəməni dövlətini yaradır. Yəni süquta uğradandan sonra yaratdığına görə biz Əhəmənilər dövləti, Midiya dövlətini süquta uğratmışdır deyə bilmərik. Qalanları isə doğru fikir olacaq. Bir yenə də doğruluğunu yoxlayaq. Midiyada İskit ağalığına son qoymuşdur. Kiaksar, bəli, doğrudur. Assur ağalığına son qoyan Qaştariti olmuşdu. İskit ağalığına son qoyan isə Kiaksar olmuşdu. Əhəməni dövləti bölünürdü satraplıqlara, bu da doğrudur. İnzibati cəhətdən satraplıqlara bölünürdü və satraplar idarə edirdi. Həmin əraziləri, satraplar isə canişinləri idi, mərkəzdən göndərilirdi. Qavqamela döyüşündə iştirak etmişdir Kadusi tayfaları, bu da doğrudur. Eradan əvvəl 327-ci ildə İskəndər hücum etmişdi Hindistana, bu da doğru fikirdir. İskitlərlə bağlı verilənlərdən biri həqiqəti əks etdirmir, yəni yanlışdır. Əsasən oturaq, qismən də köçəri həyat tərzi sürürdülər. Elə yanlış olan bu olacaq. Çünki onlar köçəri maldarlıqla məşğul olmuşdular, ovçuluqla məşğul olmuşdular. Ona görə də bu yanlışdır. Amma Manna hökmdarı ilə ittifaqda olmuşlar. Bəli, doğrudur. İşbakay Manna hökmdarı Ahşeri ilə ittifaqa girmişdi. Assuriya ərazilərinə hücumlar edirdilər. Bəli, bu da doğrudur. İşbakay Alban, Kaspi və Uti tayfalarını öz ətrafında birləşdirirdi. Bu da doğrudur. İskit padşahlığının tərkibinə daxil olmuş tayfalardır bunlar. Midiyanı 28 il əsarətdə saxlayırdılar. Bu da doğru fikirdir. Və yanlış variantı müəyyən edin deyir bizə. Eradan əvvəl 550-ci ildə 2-ci Kir Midiya hökmdarını əsir aldı. Bu doğru fikirdir. Astiaq əsir alınır və Ekbatanın əhalisi qula çevrilir. Midiya dövləti süquta uğrayır və yerində Əhəməni dövləti yaranır. Müharibə zamanı Əhəməni ordusunun canlı qüvvə ilə təmin etmək ən ağır mükəlləfiyyət idi. Bu da doğrudur. Əhəməni hökmdarı 3-cü Dara bütün imperiyaya, o cümlədən Azərbaycanın hüdudlarına yayılmış üsyanları çətinliklə yatırdı. Bu yanlış fikirdir. Bu 3-cü yox, 1-ci Dara olmalıdır. Ona görə də elə düzgün cavabımız yanlış bəndimiz bu olacaqdır. Azərbaycan əhalisi Əhəmənlərə vergi ödəyir, həm də hərbi yürüşlərində iştirak edirdi. Bu da doğru fikirdir. Azərbaycan əhalisi Əhəməni dövlətinin ağalığına qarşı davamlı mübarizə aparmış və qismən müstəqilliyini bərpa etmişdi. Bu da doğru fikirlərdir. Yəni yanlış fikir kimi biz ancaq gördük ki, C variantı yanlış idi. Çünki orada 1-ci Dara olmalı idi. Və baxırıq növbəti suala. Uyğunluğu müəyyən edin. İşbakay, Qaştariti və Astiaq Urartu üzərinə hücumlar etmişdi. Urartu üzərinə hücumlar edən bunlardan heç biri olmamışdı. Çünki ümumiyyətlə Urartu həmin dövrdə zəifləmişdi və elə də aktiv iştirak etmirdi bu proseslərdə. Sadəcə biz Urartunun üzərinə hücum edən hökmdar kimi Kiaksarın adını çəkə bilərik. Çünki Kiaksar süquta uğradır Urartu dövlətini. Midiya hökmdarı Kiaksar. Yəni A-nı heç birini götürmürük. A-nı silirik. Variantlardan elə B və D variantımız silindi. Midiyanı müstəqil dövlətə çevirmişdi. Midiyanı müstəqil dövlətə çevirən Qaştariti olmuşdu. B-ni 2-yə yazırıq. Ölümü ilə Assuriyaya dağıdıcı hücumlardan xilas olmuşdu. Bu İşbakaydı. İşbakayın ölümündən sonra deyir ki, Assuriya
dağıdıcı hücumlardan xilas olur. Belə ki, deyir, İskitlərlə danışıqlara gedir, bir hissəsini öz tərəfinə çəkə bilir Assurlar və beləliklə dağıdıcı yürüşlərdən xilas ola bilmişdilər. Zərdüşt kahinləri ilə yaxınlaşan isə Astiaq olmuşdu. 673-cü ildə azadlıq hərəkatından başlamaq söhbəti isə heç birini götürmürük, çünki bu eradan əvvəl olmalı idi. Eradan əvvəl sözü yazılmayıb. Onda biz Y variantında çıxanda düzgün cavabımız olur elə. Y variantı 1-ə C, 2-yə B, 3-ə də D-ni götürdük. Hadisə nəticə əlaqəsi gözlənilmişdir. İskit padşahlığı yarandı, Manna dövlətini süquta uğratdı. Bu yanlışdır. Manna dövlətini Midiya süquta uğratmışdı və Kiaksar ordu islahatı keçirdi. Midiya İskit ağalığından xilas oldu. Bu da yanlışdır. Çünki ordu islahatını dövləti belə deyək qurandan sonra, İskit ağalığını son qoyandan sonra etmişdi. İkinci Kir üsyan qaldırdı. Kiaksar hakimiyyətdən devrildi. Bu Astiaq olmalı idi. Burada hökmdar adı səhv verilibdir. Astiaq hakimiyyətə gəldi. Zərdüşt maqları ilə yaxınlıqdan imtina etdi. Əksinə Zərdüşt maqları ilə yaxınlaşırdı. Birinci Dara Azərbaycanın şimalına hücum etdi. Araz çayından şimaldakı torpaqlar işğal edildi. Bu doğru cavabdır. Makedoniya İskəndər Böyük Midiyanı öz əlində saxladı və bunda məqsədi nə idi? Bunun məqsədi mühüm ticarət yollarının Ekbatanadan keçməsi idi. Bax, düzgün cavabımız D variantıdır ki, Böyük Midiyanı əlində saxlamağının səbəbi məhz bu idi. Və xəritədə göstərilən tayfalardan hər hansı birinə aid olmayan variantı müəyyən edirik. Baxaq, Əhəməni hökmdarından birini öldürmüşdülər. Əhəməni hökmdarlarından birini öldürmüşdülər deyəndə ikinci Kiri öldürməklər nəzərdə tutulur. Massagetlərdir. Massagetlərə aid var. Deməli, bu doğru cavabdır. Və eradan əvvəl 7-ci əsrdə Azərbaycana köç etmişdilər. Bunlar İskitlər və Saklardır. Buna tayfalara da aid məlumat verilibdir. Qavqamela döyüşündə iştirak etmişdilər. Qavqamela döyüşündə iştirak edənlər Alban, Sak və Kadusilər olmuşdu. Bunlar da göstərilibdir xəritədə. Əvvəllər Mərkəzi Avropada yaşamışdılar. Bu yanlış fikirdir. Çünki Mərkəzi Avropa yox da Mərkəzi Asiyada yaşamaq ehtimal edilir İskitlərin. Ona görə də bunu heç birinə aid deyil. D variantıdır yanlış cavabımız. Və Xəzər dənizi sahillərində yaşayanlar təbii ki, Kaspilər də elə Xəzər dənizinin qədim adlarından biri də elə Kaspilərin adı ilə bağlıdır. Bundan əlavə indinin özündə də, biz Rus dilində də Kaspi Xəzər dənizində deyilir və Caspian isə ingilis dilində də belə adlanır Xəzər dənizinin adı. Və hansı rəqəmlərin yerini dəyişərək düzgün xronoloji ardıcılı formalaşdırmaq olar. Baxaq, Ekbatananın Midiyanın paytaxtına çevrilməsi, bu təbii ki, Midiya dövləti yaranandadır. Eradan əvvəl 673-cü ili, 73-72-ci illəri Assur ağalığını son qoyduqdan sonra Qaştarinin Midiya dövlətini yaratmasını götürə bilərik. Və Assur və İskitlərin birləşmiş qüvvələrinin Midiyanı məğlub etməsi bu eradan əvvəl 653-cü ildə baş vermiş hadisədir ki, Qaştariti həlak olur və İskit ağalığı altına düşür Midiya ərazisi. Midiyada işğalların dayanması eradan əvvəl 585-ci il Astiaqın dövrünə təsadüf edir bu. Midiya ordusunda piyadaların atlılardan ayrılması ilə nəticələnən islahatın keçirilməsi, islahatı keçirən olmuşdu. Kiaksar isə 625-ci ildən 585-ə qədər hakimiyyətdə olmuşdu. Yəni, bu daha tez baş veribdir. Deməli, biz 4-ü yuxarı qaldırmalıyıq, 5-i də oxuyaq. Midiya paytaxtı Ekbatananın ikinci Kir tərəfindən tutulması isə eradan əvvəl 550-dir. Deməli, bəli, düzgün cavabımız elə 3 ilə 4-ün yerini dəyişməliyik ki, xronoloji ardıcılığımız düz olsun. Çünki onun biri Astiaqın dövrünə aiddir, 3 Astiaqın dövrünə aiddir, 4 isə Kiaksarın. Yəni, Kiaksar daha tez hakimiyyətdə olduğu üçün biz 4-ü irəli çəkirik. Qavqamela döyüşündə iştirak etmiş tayfalar isə hansılar idi? Qavqamela döyüşündə iştirak edən tayfalar olmuşdu. Albanlar, Saklar və bir də Kadusilər. Düzgün cavabımız olur A variantı. Doğru variantı müəyyən edirik. Doğru variantımız nə olacaq burada? A variantında deyir, İskit tayfa birliyinə Tuqdami rəhbərlik etmişdi. Bu yanlışdır. Bunlar Tuqdami Kimmerlərin başçısı idi. İskitlər Anadoludan Misirə qədər gedib çıxmışlar. Bu da doğru fikirdir. Və hətta deyir, Misir hökmdarı onların qarşısına hədiyyələrlə çıxır və onların irəliləməsinin qarşısını belə ala bilir. İskitlər Assuriyaya hücum etsələr də onun paytaxtı Ninəviyəyə hücum etməyiblər. Bu da yanlış fikirdir. Çünki Ninəviyənin qala divarlarında deyir, İskit oxuculuqları tapılmışdı, İskit oxuları tapılmışdı. Bu da sübut edir ki, Ninəviyəyə də hücumlar etmişdilər İskitlər. İskit dövləti Midiyalıları özünə tabe etsə də Kimmerləri tabe edə bilmədi. Kimmerləri tabe edə bilmədi. Bu yanlışdır. Çünki
Kimmerlərdə İskitlərə tabe olan tayfalardan olmuşdu. Bu da yanlış fikirdir və İskit şahlığı ilə eradan əvvəl 8-ci əsrin birinci yarısında yaranmışdı. Bu da yanlışdır, çünki 7-ci əsrin birinci yarısında olmuşdu. Bu düzgün cavabımız burada nə oldu? Doğru variantı müəyyən edin deyil. İskit tayfa birliyində Tuqdame rəhbərlik etmişdi. Bu yanlışdır, çünki Kimmerlərə rəhbərlik etmişdi. İskitlər Anadoludan Misirə qədər gedib çıxmışdılar. Hə, bu doğru cavabımızdır. B variantı doğru cavabımız idi bizim. Və bayaq da izah etdiyim kimi, hətta deyir Misir fironu onların qarşısına hədiyyələrlə çıxaraq onların irəliləməsinin qarşısını belə almışdı. Düzgün cavabımız burada B variantı olur. Əhəməni dövlətində satraplar nə edirdilər? Yəni onların səlahiyyətlərinə nələr daxil idi? Satraplar vergi toplayırdılar, qoşun saxlayırdılar və həmçinin əhalinin adət-ənənələrinə qarışmırdılar. Mərkəzdən göndərirdilər, canişin idilər onlar. Düzgün cavabımız burada olur. G variantı vergi toplamaqları. Midiya hökmdarı Kiaksarın dövrünə aid olmayan hadisəni soruşur bizdən. Hərbi islahat keçirmişdimi? Bəli, keçirmişdi. İskitlərin belə deyək, döyüş taktikasından istifadə edir, oxçulara, nizətçilərə bölür ordusunu. Və bir sıra dövlətləri süquta uğratmışdı. Bəli, Manna, Urartu, İskit padşahlığı, eləcə də elə Assurun özünü də süquta uğradan Kiaksar olmuşdu. Nəsli əyanlar saray əyanlarına çevrilməyi, bax bu Kaştaritinin dövrünə aid hadisədir. Düzgün cavabımız elə C variantıdır. Və Assuriyanın paytaxtını dağıtmağı, bəli, 612-ci ildə Ninəviyanı tutub dağıtmışdı. Kiçik vilayət hakimləri tamamilə ləğv edildi. Bəli, bu da doğru cavabımızdır. Kiaksarın dövründə baş vermişdi bu hadisə. Fərqli əsrə aid olan variantı müəyyən etməliyik burada. Fərqli əsrə aid olan hadisə hansıdır? İskit padşahlığının yaranması eradan əvvəl 7-ci əsr. Assuriyanın süqutu eradan əvvəl 605-7-ci əsr. Kiaksarın hakimiyyətdən getməsi eradan əvvəl 585-ci il 6-cı əsrə təsadüf eləyir. Elə bu fərqli variant olacaqdır. C-ni götürək. Və Kaştaritinin azadlıq hərəkatının qalib gəlməsi eradan əvvəl 673-672-ci illərdədir bu mübarizə. 8-ci əsrdə eradan əvvəl, 7-ci əsrdə eradan əvvəl və Mannanın Midiyada Assuriya əleyhinə baş verən üsyanlara yardım etməsi, bu da eradan əvvəl 7-ci əsrdə Aşşerinin hakimiyyəti dövründə olmuşdu. İskitlərlə birləşib Midiyadakı həmin o Kaştaritinin üsyanlarına kömək etmişlər. Bu da 7-ci əsrə aid hadisədir. Deməli bizdə hamısı 7-ci əsrə aid hadisələr oldu eradan əvvəl. Bircə dənə C variantı Kiaksarın hakimiyyətə getməsi eradan əvvəl 585 6-cı əsrə aid olan hadisə oldu. Xanjoy arıçılığı müəyyən etməliyik. Qavqamela döyüşü eradan əvvəl 313-cü il, Əhəməni dövlətinin süqutu eradan əvvəl 330, İskəndərin Atropatı yenidən Midiya satrapı təyin etməsi eradan əvvəl 328-ci il, Midiya dövlətinin süqutu isə eradan əvvəl 550-ci il. Deməli biz ardıcılıqla düzəndə düzgün cavabımız nə olacaq? 4-ü götürürük, eradan əvvəl 550, eradan əvvəl 331, 1-i götürdük. Eradan əvvəl, yazaq bunu 4-ü götürdük, 1-i götürdük. 330-cu il Əhəməni dövlətinin süqutu və 328-ci il isə Midiya satrap təyin edilməsi. Düzgün cavabımız oldu elə A variantı. İşbaka, Kür və Araz çayları arasında yaşayan hansı tayfaları özünə tabe edə bilmişdi? Burada düzgün cavabımız olacaq Alban, Kaspi və Uti tayfalarını. Daha əvvəl baş vermişdir. Ninəviyanın Midiya və Babil qüvvələri tərəfindən dağıdılması eradan əvvəl 612-ci ildə olmuşdu. Urartu dövlətinin süquta uğraması eradan əvvəl 590, İkinci Kirin üsyana başlaması eradan əvvəl 553, İskəndərin bütün Əhəməni satraplarının vəzifələrindən azad etməsi eradan əvvəl 330-cu il, İkinci Kirin öldürülməsi isə eradan əvvəl 530-cu il Araz çay sahilində döyüşdə Tomrisə məğlub olur və Tomris onu öldürür. Deməli bizim daha əvvəl baş verən hadisə 7-ci əsrə aid olan Ninəviyanın dağıdılması hadisəsidir. Qalanları 6-cı və 4-cü əsrə təsadüf edir. Şəmkir rayonunun Qaracəmirli kəndində tapılmış saray kompleksi aiddir. Bu isə Əhəməni dövrünə aid hadisədir. Bu şəklin altında yazılmış yazılardan tərtib edilmiş bir testdir. Belə bu günlük bu qədər. Növbəti testlərin izahını, dərs izahlarını izləmək üçün kanala abunə olmağı, bildirişləri açmağı da unutmayın. Hələlik.